Allah həyatını dəyişəcək. Bir şey yaddan çıxartmayın ki, Allah bizim istəklərimizə uyğun bizlə davranır. Sən elə bilmə ki, arzuların praktiki həyatıva təsir göstərmir. Sən arzulayırsan, hadisələrin axını dəyişir. Arzu nə qədər böyüdüsə, çatmaq ehtimalı çoxalır. Yüküm ağır yolum uzun, yol yürümek benim yazım. Hem öksüzüm hem yalnızım, yollarımı aç Allah'ım. Nə olar xahiş edirəm, uşaq kimi. Nə olar xahiş edirəm, bu eybi məndən uzaq elə. Allah da deyir ki, başlayırsan nəvaziş eləməyə. Əzizim, narahat olma. Deyirsən, nə? Əzizim dedim mənə. Allaha deyirsən. Bəli, əzizim dedim. Mən elə səndən bircə dənə istəyim budur ki, gələsən mənə etiraf eləyəsən, mən də səni nəvaziş eləyim. Əzizim dedin, onda mən başlayayım başqa eyiblərimi də saymağa. Sən demə, eyib sayanları əziz bilirsən sən, əlbəttə. Eyiblərini sayanları əziz bilir. Sən demə, xoşu gəlir, adam eybini götürsün, getsin onun huzuruna. Sən demə, məni dərhal əzizləyirsən, mən eyblərimi sənə etiraf eləyəndə. Sənin əzizləməyindən gözəl nə ola bilər mənim üçün? Allaha deyirsən bunu. Nə ola bilər bundan gözəl, sən mənə əzizləyirsən? Yollar var ki ben yabancı, ben yolcuyum, yollar hancı. Yollarını aç Allah'ım, ben yolcuyum, yollar hancı. Yollarını aç Allah'ım. Yüküm ağır yolum uzun, yol yürümek benim yazım. Hem öksüzüm hem yalnızım, yollarımı aç Allah'ım. Allah yaxındır sənə, yoxsa Peyğəmbər? Heç Allah. Deyir, orada Allaha deyim də Peyğəmbərə nə deyirəm? Allah bizə yaxın deyə, biz ondan uzaq. Biz ondan uzaq deyənə, ona yaxın olanların qapısına gedirik ki, onun vəsiləsi ilə, vasitəsi ilə Allah bizi bağışlasın. Çox sadə. Yollar gördüm uzun ince, yollar gördüm bir bilmece. Sen olmazsan halim nice, yollarını aç Allah'ım. Sen olmazsan halim nice, yollarını aç Allah'ım. Yüküm ağır yolum uzun, yol yürümek benim yazım. Hem öksüzüm hem yalnızım, yollarını aç Allah'ım. Bugün günahkar olduğunuzu yadınızdan çıxardın. Günahkar olduğunuzu yadınızdan çıxardın. Qorxmayın, qürur tutmaz sizi. Günahkar olduğumu yadımdan çıxartsam özümdən razı olaram, xeyr elə olmaz. Bu elə bir hadisədir ki, istər istəməz qeyri-ixtiyarı başı aşağı salır. Gəlib bura çatan başı aşağı düşür, başı aşağı inir. Xəcalət bürür adamı. Burada nə qədər sinə vur, əzadarlıq elə qürur toxunmayacaq, qürur sənə gəlib yol tapa bilməyəcək. Məclisdən sonra bir stəkan suyu əliv alanda xəcalətdən başı aşağı salacaqsan. Bu hadisə hamını öz qarşısında xəcalətli eləyir. Ona görə də baxmayın günahkarlığınıza, diqqətinizi ağanın böyüklüyünə yönəldin ki, məni də gətirmisən. Səndə gücə bax, kərəmə bax, məni də gətirmisən, məni də cəlb eləyə bilmirsən. Hem öksüzüm hem yalnızım, yollarını aç Allah'ım. Yüküm ağır yolum uzun, yol yürümek benim yazım.
Nə badə o insana zülm eləyəsiniz ki, onun Allahdan başqa köməyi yoxdur. Tək tənha qalıb, heç kəs kömək edə bilmir ona. Sən həmən adama gəlib zülm edirsən. Dünya başqa dağılır.